Baxın sizə bu dəfə nə hazırlamışam. Burada xüsusilə verəcəm, diqqətli olun. Ətin üzərinə soğanı bir stəkan suya əlavə edib qoyuruq bişməyə. Bişəndən sonra üzərinə kərəyağı, üzərinə duz, istiyor turşular da əlavə edib. Bu da şüyü toxumudur. Bununla yaxşı əllə ovuşdurub belə hər yerini səpib qarışdırırsınız və əzə-əzə. Lobiyanı əlavə edəndən sonra əzmədən qarışdırırsınız ki, əzilməsin. Alışveriş üçün həmişəki kimi ən yaxın yerləşən Tam Store mağazasına getdim. Burada 31 dekabr tarixindəki Santav'ın ulduzlu endirimləri var. 20 manatdan çox alışveriş zamanı Yumiko ilə 5% Emonla ödəniş zamanı isə əlavə 2% də endirimlər verirlər. Yararlanmağa tələsin. Axşamdan islağa qoyduğumuz düyümüz bişəndən sonra onu süzüb qoyuruq kənara. Qazanın dibinə kərəyağını əlavə edirik çünki biz burada qazma hazırlayacağıq. Buna bir qaşıq qatıq, 2 dənə yumurta, üstünə duz əlavə edib qarışdırırsınız. Üzərinə düyünü hissə əlavə edirsiniz. Sarı kökü də zövqə görə bol və əlavə qazanın dibinə belə bu formada yayırsınız. Üzərindən göstərdiyim kimi düyünü əlavə edirsiniz. Yağ, sonra sarı kök. Göstərdiyim kimi hər qatda bunu belə istifadə edirsiniz. Kərəyağını bol-bol tökün ki, çox da ləzzətli alınsın. Ən sonunda ortaya bir dənə belə təpəcik kimi yığırsınız. Üzərinə kərəyağı və isladılmış əski ilə belə ağzını örtürsünüz. Biraz belə dəmdə bişəndən sonra çox ləzzətli bir dənə aş alınır. Hazırlamağı göstərdiyim kimi çox rahatdır. Hazırlayacaq olanlara nuş olsun. Videonu paylaşmağı unutmayın.